Futbolu hiç sevmesem de bugün bu mətni sizinle birlikte okuyup tercüme etmeye çalışacağım. Mətnimiz belə adlanır: The Early Days of Manchester United. Yani Manchester United'in ilkin dövrləri, ilkin günləri, əvvəlki vaxtları. Əgər sizə də maraqlıdırsa ki, Manchester United əvvəllər necə olub, ilk günləri necə başlayıb, necə yaranıblar ümumiyyətlə, onda həm də ingilis dilində yeni sözlər, ifadələr öyrənmək istəyirsinizsə, diqqətlə dinləyin. Everyone has heard of Manchester United, one of the biggest and most successful football teams ever, with 20 English League titles, 12 FA Cup trophies and 5 Champions League wins so far. Hər kəs Manchester United haqqında eşidib. Bu tarixdəki ən böyük və ən uğurlu futbol komandalarından biridir. 20 İngiltərə Liqa çempionluğu, 12 FA kuboku və 5 Çempionlar Liqası qalibiyyəti ilə. The club actually claims to have over a billion fans and followers worldwide. Deməli, bu klub iddia edir ki, hazırda bütün dünyada 1 milyarddan çox azarkeşi və izləyicisi var. But if you asked those supporters about Newton Heath LNYRFC, many of them wouldn't know what you were talking about. Amma əgər siz bu azarkeşlərdən Newton Heath, orada yazılan o böyük ad, LNYRFC haqqında sorsaydınız, çoxu nə demək istədiyinizi anlamazdı. The Red Devils that we know now looked very different in the beginning. Əvvəllər indi qırmızı şeytanlar kimi tanıdığımız komanda çox fərqli görünürdü. In fact, they didn't even wear red back then. Əslində onlar o vaxtı heç qırmızı geyinmirdilər də.